Salam, axşamınız xeyir olsun dəyərli izləyicilər. Hamınızı xoş gördük. Bəli, axşam saat 21:00 həftənin şənbə günü və etiraf verilişi MTV kanalında yayımlanır və evlərinizin qonağıdır. Etiraf verilişini sevənlər, biraz qarşınıza pürləyli bir çay qoyun, oturun efirin qarşısında. Çox maraqlı mahnılar olacaq, çox maraqlı etiraflar olacaq və sizin ürəyinizcə olacaq. Amma indi demək istəyirəm ki, istedadı olanlar, səsi olanlar, nəfəs alətlərində, simli alətlərdə, monoloq deyənlər, qiraətçilər, muğam oxuyanlar, mahnı ifa edənlər, Azərbaycanın hansı bölgəsində olursa olsun, biri var qonum, qonşu, ailə içi sizin istedadınızı görsün, amma biri var ki, siz mənimlə əlaqə saxlayasınız, məhz buradan sizin istedadınızı bütün Azərbaycan xalqı görsün. Ona görə də bax, burada qeyd olunub telefon nömrəsi 055 294 0056 nömrəli telefonla əlaqə saxlayın. WhatsApp nömrəsilə birbaşa mənimlə və sizi dəvət eləyəcəm buradan. Sizdə olan istedadı qoy bütün Azərbaycan görsün. Çünki bizim dəyərli sənətkarlarımız bu ənənəni edib və biz də onlara baxaraq bu adət və ənənəni təkrar eləmək istəyirik və bütün istedadları, çünki bugün çox insanlar efirə çıxa bilmirlər. Niyə görə? İstedadları olan insanlar kənarda qalıblar və onun üçün də biz də Azərbaycan mədəniyyətinə, incə sənətinə istəyirik ki, öz töhfəmizi verək, xidmət edək və o istedadlı insanları çəkək, gətirək efirə. İndi isə verilişimizə başlayırıq. Bugün etirafın qonağı bizim çox dəyərlimiz öz mahnıları ilə, öz efir mədəniyyəti ilə, öz savadı ilə və öz musiqiləri ilə insanların qəlbini ələ alan, qəlbini oxşayan gözəl sənətkarımız, Respublikamızın əməkdar artisti Vasif Məhərrəmlidir. Vasif əmi, xoş gəlmişsiniz. Təşəkkür edirəm, mən də minnətdaram. Nəhayət ki. Nəhayət ki, nəhayət ki. Bir daha təbrik edirəm. İndi biraz gec gəlmişəm verilişə, amma yenə də təbrik edirəm. Çünki burada başlayana ilk dəfədir ki, burada iştirak edirəm. Bəli. Bütün ekran qarşısında MTV izləyicilərini, bizi izləyən, bizi dinləyən, bizə qulaq asan, bizi seyr edən bütün televiziya tamaşaçılarını salamlayıram. Mən inanıram ki, sənin həmişə verilişlərin uğurlu olub, baxılan olub və sevilən olub. Çünki adı da elədir. Elə seçmirsən ki, doğrudan da burada insanlar etiraf gözləyirlər. Gerçəkdən, oba, buradan da canlı gedir. Bəli, bəli, buradan da canlı gedir. Vasif əmi, xoş gəlmişsiniz. Minnətdaram, çox sağ olun. Burada şey saxlayaq bir-birimizlə, belə efir mədəniyyəti var da, düzdür ki? Biz indi dostluq səndən. Biz dostluq, təbii ki. Amma yenə də efirdir, amma yenə də biz rahat, mən rahatam. Rahatsın? Mən çox rahatam. Çox rahatsın, həddindən artıq. Bəli. Etiraflara hazırsınız. Hazıram, indi baxır da. Baxırlar. Siz bilirsiniz ki, mən bir TikTok tamaşaçıları da, izləyicilərini də salamlayıram. Təşəkkür edirəm. İnşallah ki, orada negativ bir şey yazmazlar. Yox, yox, orada moderatorlar var, narahat olmayın. Yazan da yoxdur. Çünki niyə görə? Sizin, ay Vasif müəllim, sizin səhnə mədəniyyətiniz var, sizin xarakteriniz var, sizin sözünüz var. Düzdür, bir adamı hamı sevə bilməz. Təbii ki. Bu təbii ki, bu hamımıza aiddir. Amma sevənlərimiz daha çoxdur. Çox şükür arasına Allaha. Bəli. Biz siz xalqın sevgisini qazanmaq, İlham mənim, çox çətindir, mənim əziz qardaşım. Gerçəkdən bizi bu yerlərə gətirən, bizi biz eləyən, bizi hörmətli eləyən, bizi uca tutan, əziz tutan xalqdır. Bəli. Biz, şəxsən mən, şəxsim adına danışıram, mən hər şeyə görə xalqa borçluyam. Ailəm, uşağım, evladım, onların yaşayışı, rifah tərzi, bugün sürdüyümüz avtomobil, geyindiyimiz paltar, oturduğumuz ev, hər şeyə görə xalqa borçluyum. Ona görə hərdən bəzi müğənnilər hərdən bu şeyləri unudub, biraz obrazı desə belə, xalqa təpi yatan da adam doğrudan da
şok keçirsən ki, Bəli, baxırsan, bəli. hər şey bu xalqla əldə eləmişsən. Bəli. Bu xalqın, hətta belə deyim, o sevməyənlər var belə, o sevməyənlər də səni qaldırıblar. Bəli. Onlar da səni sevməyə qaldırıblar. Bəli. Tamamilə doğrudur. Sevənləri qoyduq kənara. Bəli. Sevməyənlər belə səni Bəli, qaldırırlar. bəli. Ona Gerçəkdən. görə də xalqın, necə deyim, qıcıqlandırmaq yox, xalqın mənəviyyatı ilə, ondan sonra xalqın istəyi ilə hərəkət olur. Tamamilə Çünki bax, siz məsəl üçün bu günləri xalqımızın, məsələn, respublikamızın əməkdar artistisiniz. Çox şükür olsun. İnşallah Allah nəsib eləyərsə, olacaqsınız xalqın İnşallah nəsib də olacaq. Niyə də İnşallah, məsəl üçün, niyə də olmasın? Olacaqsın xalq artisti. Xalq artisti deməklə bu artıq elə əməkdar artistdən tutmuş, xalqa qədər hamısı xalqa məxsusdur. Xalqa məxsusdur. Xalqındır. Ümumiyyətlə mən deyirəm ki, İlham bir şey deyirəm. Mən deyirəm, əgər xalq artistinə gedən yolun uzunluğu 100 kilometrdirsə, Bəli, onun tam 98 kilometrini əməkdar artist həll edir. təbii, Çünki təbii. oradan ora bir addım qalır. Bəli, Amma sən neçə ki əməkdar artist deyirsən, heç bir şey iddian ola bilməz. bəli, Amma əməkdar artist olduqdan sonra artıq sənin ora əl atmağın çox rahatdır. çox rahatdır. Bunu da təbii ki, bu bizim əlimizdə deyil, bu ölkə başçısının Bəli, əlindədir. bəli. O ümumiyyətcə cənab prezidentin o mübarək sərəncamı ilə, mübarək imzası ilə hər hansı bir adı, fəxr adı, ordenə, medala layiq görülmək çox şərəfli bir şeydir. Bəli. Gerçəkdən elədir. Allah Taala bütün o yaxşı sənətkarlar ki var, hansı ki onlar layiqdirlər gerçəkdən də, hansı onların boynuna gətirsin və tezliklə onlar da bu adı, onun dadını, onun ləzzətini dada bilsinlər. O Bəli, çox önəmli bəli, bir şeydir. bəli, bəli. Bilirsiniz, əslində deyirlər bu bir həftə, 10 gün sən onun ləzzətini dadırsan, amma elə deyil. İlk baxışdan bir həftə, 10 gün sənin üçün ola bilər, çox fərqli bir şey ola Bəli. bilər. Amma zaman-zaman, illər keçdikcə, daha puxtələşdikcə, oturuşduqca daha da onu hiss edir və onun ağırlığını, Təbii və onun ki. məsuliyyətini hiss Onun edirsən. sənin balaların da hiss edir, onun sənin Məsuliyyəti nəvələrin də hiss edir. olmalıdır. Məsuliyyəti arxanda bəli, olmalıdır ki, bəli. sənin döşündə birbaşa cənab prezidentin medalını gəzdirsən. Bəli, bəli. Bu çox önəmli bir şey. Allah istəyənlərə nəsib eləsin. Amin ya. İstəyənlər yox, layiq olanlar. Amma layiq olanlara, Layiq olanlara. haqqı olanlara. Yəni, istəyən çoxdur, istəyən Bəli, az. istəyən hamı istəyir. Kim istəməz? Amma təəssüflər olsun ki, bu günləri əsl sənətkar, bu əsl sənətkarlardan, məsəl üçün o var hal-hazırda sözün deyib, möhrün vurmuşlardan demirik. Hal-hazırda heç əməkdar da deyirlər və hal-hazırda iddiaları çox böyükdür, olduqca çox böyükdür. Amma onlar bilməlidirlər ki, bu şeylərə nail olunca, xalqın gözü tərəzidir. Bugün 3 badan bir qoz yox, əsl əsərlər oxumalısan, əsl sənət göstərməlisən, əsl vətənpərvərlik, ondan sonra dövlətə layiq. Bir də nə təqdim edirsən, nə təqdim edirsən, sözünüzü balına kəsirəm, nə təqdim edirsən, onu akademik formada təqdim edirsən. Məsələn, mən oxuduğum indiki mahnı. Bəli, çox gözəl mahnıdır. Bu mahnını rəhmətli Xəyyam yazmışdı, Xəyyam Əhmədli. Allah rəhmət eləsin. Özü də ifa eləmişdi və biz onun aranjmanını dəyişdik. Bir balaca belə sürətini artırdıq və fərqli bir mahnı elədik. Amma gözəl də alınır. Deyirlər gözəl də alınır. Gözəl alınır. Və bugün artıq milyon yarım, 2 ayda milyon yarım baxış var. Bəli. İnşallah yəni bir ildə bir 8-10 milyonu bulacaq bu. Mütləq. Yəni mütləq. bax, yəni mənə gələn zənglərdən mən bunu bilirəm ki, insanlar qulaq asdıqca bezmirlər. Əsas odur ki, sən düzgün və akademik formada təqdim eləyəsən. Və mən dəfələrlə, dünən də verilişdə demişəm, bugün sənin də verilişində deyirəm, onu bir həftə qabaqda demişəm, bir daha təkrar edirəm, xalqımız özümü tuturam, deyirəm ki, pis mahnı yoxdur. Jargon mahnıları çıxmaq şərti ilə. Bəli, bəli. Jargon mahnılar var ki, o nə sizlikdir, nə bizlikdir, nə digərləri üçündür. Bəli. Onlar başqa bir şeydir, onlar başqa yerdə səslənir. Zövqə görə. Hə, o başqa yerdə Bəli, səslənir. bəli. Amma hər hansı bir mahnı olaraq, qarmoniyası olan mahnıdan söhbət gedir. Mahnı olaraq pis sayıla bilməz. Pis ifaçı var. Düzgün diksiyası olmayan, artikulyasiyası olmayan, Bəli. düzgün nəfəs almayan, düzgün ağzı formalaşmayan müğənni var ki, onu təqdim edə bilmirlər. Amma fərqli, məsələn, diksiyalar da var ki, onlar da məhz o fərqli diksiyalarından tutublar. Məsələn, mənim dostum, əzizim Xumar Qədimova. O fərqli bir diksiya ilə o mahnıları səsləndirirdən maraqlı səslənir. Amma ümumiyyətlə,
müğənninin nəfəs alması da düzgün olmalıdır və bütün aparat düz işləməlidir. Məsələn, nə düzgün açıq oxumalısan, nə A-lar, E-lər, G-lər, C-lar, Ç-lar, bunlar düzgün səslənməlidir. Söhbət akademik ifadən gedir. Sən hər hansı bir, hətta meyxanalı musiqi oxusan da belə, sən onu akademik ifaçısansa, onu akademik təqdim edəcəksən. Məsələn budur. Siz danışdınız və mənim yadıma düşdü. Mən 90-cı ildə Azərbaycan onda İncəsənət Universiteti idi. Söhbəti bu. Yox, İncəsənət Universiteti idi. Biz girəndə İncəsənət İnstitutu idi. Mirzə Əliyev adına. Malakanın yanında. Bitirəndə universiteti bitirdik. Girəndə sən bitirəndə universiteti. Girəndə instituta girmişdik. Konservatoriya girəndə konservatoriyada, bitirəndə oldu musiqi akademiyası. Ay sağ olun. Yəni girəndə universitetə girdik, instituta girdik, bitirəndə universiteti bitirdik. Orada bizim musiqi deməli kafedrasında Allah rəhmət eləsin Rəhlə xanım Cabbarova var idi. Vokaldan dərs verirdi. Əsl vokalist idi, xalq artisti idi. Bizdə deyirdi ki, oxuyanda həmişə vokal oxudurdu. Ağzınızda elə bir yumurta qoymusunuz. Bəli. Yoba deyirlər bura. O belə olmalı. İnanın da bezmişdik də, bezmişdik də. Axı bizdə musiqili teatr aktyoru mütləq oxumalısan. Sən musiqili teatr aktoru. Qurtarmışam onu və ondan sonra psixologiyaya getdim. Maşallah. İmtahası adamım olmadı. Bildim adamım olmayacaq. Bitdi, nə oldu bilmirəm. Bildim ki, adamım olmayacaq. Ona görə də məcbur oldum. Aktyorluqdan vaz keçdim. Vaz keçdim. Hətta demək olar ki, məni universitetdə sayırdılar. Təbii, hamı bilənlər bilir, müəllim kimi. Qalmadım. Verdilər Şıxali Qurbanov adına onda musiqili dram, akademik dram teatrına. İndiki akademik. Əvvəllər musiqili teatr. Əvvəl, ay sağ ol. Orada getmədim. Çünki dedim... Yenə də Allah cənab prezidentin canını sağ eləsin. Amin. Bir də Afaq xanım Bəşir qızı. Bir daha vurğum, çox-çox üzr istəyirəm, sözü balla kəsdim. Deməli, cənab prezidentlə görüşdə musiqili xadimləri, meşinci sənət xadimlərinin daha doğrusu görüşündə hamı ürək sözlərini dedi və zaten cənab prezident ora o əyir əksikləri, problemləri, incə sənətimizdə olan problemləri eşitmək üçün gəlmişdi. Bəli. Bəzilər orada dedilər ki, hər şey əladır, gözəldir. Amma Afaq xanım, hətta onun, mən təxminən bilirəm ki, onun heç protokolda adı da yox idi. Adı yox idi, söz veriyor. Danışmaq üçün, özünün verdiyi müsahibədə. Özü mikrofonu açdı və canım prezident deyə müraciət elədi ki, mən də xalq artistiyəm. Dram teatrda işləyən hər hansı bir aktyorda xalq artistidir. Ora akademik, milli dram teatr olduğundan akademik sözü. Bəli. Orada artıq stavka başqadır. Yəni, akladın qiyməti başqadır. Bəli. Yəni, onlar da bir aklada alırlar 500 manat. Bəli. Və yaxud da aylıq alırlar 500 manat. Bilmirəm necə orada indi bölünür. Orada periskurantı bilmirəm. Və biz alırıq, biz burada 250 manat alırıq. Musiqili komediya teatrında. Cənab prezident dedi, niyə? Dedi, ona görə ki, akademik sözü əlavə yanında yoxdur. Dedi, siz akademik statusunu, cənab prezident, canım prezidentim, bura versəz, bax, o aktyorların hamısı yaxşı dolanır. Aktyorların toyu olmur, bir şey olmur. Yaxşı dolanır. Maaşdan dolanır. Hətta bir neçə argument gətirdi ki, məsələn, ər-arvad aktyordular, evlatları da var, müşfiqdə yaşayırlar. Onlar dururlar, gəlirlər uşaqlarından bir yerdə, məşq edirlər, uşağı bura qoyurlar, termosunu gətirirlər. Elə bir argument səsləndirdi ki, gerçəkdən də cənab prezidentin gözləri sanki doldu və yubatmadan sabahı günü musiqili teatrına akademik dövlət, akademik musiqili teatr, akademik statusunu verdi və ondan sonra oradakı maaşlar qalxdı. Buna görə də mən belə düşünürəm ki və mən əminəm ki, bütün aktyorlar, orada çalışan aktyorlar, hamısı Afaq xanıma borçludular. O heç, onlar da deyirlər, hamısı onu deyirlər. Gerçəkdən Afaq xanım bu şeyi deməsə, zaten hər şeydən, hər hissədən bu nə dövlət başçısının, nə orada çalışanların xəbəri olmaz. Bəli. Bunu indi o vaxtın Mədəniyyət Naziri deməli idi. Bəli. Onu yəqin səsləndirməyib, deməyib. Afaq xanım dedi və Afaq xanımın novatörü oldu. Afaq xanım adı tarixə düşdü. Bəli, bəli. Vasif müəllim, Vasif müəllim üçün həyat nədir? Mən bilirəm ki, sizin fəlsəfi fikirləriniz çox yaxşıdır.
demirəm də fəlsəfə doktoruyam. Yox, Amma bilmirəm. yanaşmam fərqlidir. Bəli. Həyat birinci gözəldir. Heç kim istəməz buranı. Bilə-bilə ki, bu dünya fanidir. Bilə-bilə ki, ikinci bir dünya var. Buna təbii inananlar da var, inanmayanlar da var. Amma mən inanıram. Çünki niyə inanıram? Tanrıma inanıram, Allahıma inanıram. Ona sığınmışam və onun göndərdiyi səmavi kitabların ən şahı olan Quran-ı Kərimdə də yazır ki, ruhlar dünyası var və s. və ilaxirə. Yəni həyat bitmir. Dediyim kimi bu həyatı sevirəm. Amma mənim üçün nədir? Mənim üçün xoşbəxtlik birinci növbədə sağlamlıqdır. Sağlamlıq. Əgər sən Allahın varlığını görmək istəyirsənsə, gerçəkdən də bir inamın yoxdursa, estağfurullah ona, sən gözünün önündə Allahın varlığı olan o evladlarını gör. Bəli. Onu sənə bəxş eləyən Allahdır. varlıq var, Bəli. bir tanrı var, gözə görünməz var. O sənə bəxş elədi. Görürsən milyonların içindən birinə bəxş eləmir. İkisinə bəxş eləmir, amma sənə bəxş eləyir. Bəli. Və sən evlənirsən, bir ildən sonra o uşağın olur, elə bilirsən ki, bu belə də olmalıdır. Hayır əfəndim, belə olmamalıdır. Elə olmamalıdır. 15 ildən onu gözləyənlər var. 15 illə, 20 illə onu gözləyənlər yaxud da olmayanlar var. Bəli, mənim qonşum vardı, mən Nərmanovda yaşayanda, onlar hardasa elə təxminən bir 10-15 il evladları olmadı və sonradan Allah Taala 3 evlad birdən verdi. Allahın Yəni bu niyə də bununla sevinməyəsən, niyə də bununla fərəhlənməyəsən? Ona görə də mənim üçün birinci həyat sağlamlıqdır və bu həyatı şərəfli yaşamaqdır. Bəli, layiqincə. Ən önəmli, layiqli və şərəfli yaşamaqdır. Əkməklə oynamamaq. Kimisə çörəklə oynamamaq, əkməklə oynamaq. Kimisə balalarının gözün yaşlı qoymamaq. Bəli, bəli və kimisə evin yıxmamaq. Və bilə-bilə qəlbləri qırmamaq. Bəli. Bilmədən qəlb qıra bilərsən. Amma bilə-bilə qəlb sındırmaq çox çətindir. Amma siz bir nəfərin qəlbini sındırmışsınız. Deyirəm ki, aşıq üslubunda olan bir mahnı. Bilirəm də, gözəldir. Sizin diyarınız elə diyardır ki, bəli, aşıq, söz, bəli. İndi deyim kimi qəlbi sındırmışsınız. Yox, deyim, deməyim. Siz mənə deyin görüm, evdəki qısqancdır, yoxsa yox? Yox. Qısqanmır. Yox, qısqanmır deyəndə, qısqansa da bildirməz. Bizə. O qədər ağıllıdır ki, bildirməz. Yəni, o vaxt ki, məsəl üçün, sevgili zat məsələsindən zatsan eşitsə qısqanar. Kimin önə sevgilim olub mənim? Mən sizə bir söz deyim də. Deyinəm. Deyim də. O vaxtı Elza Seyidcahan mənim etirafda verilişim idi. Verilişimdə qonağı idi. Elza Seyidcahanla da konservatoriyada bir yerdə oxumuşsunuz. Elza Seyidcahan, mən də arxivdə var. Bir neçə kurs yuxarı idi o. Ay sağ ol, hə. Dedim ki, Elza xanım, eşitmişəm ki, Vasif Seyidcahan sizin qulaq asda. Vasif Seyidcahan. Yox. Ağzından demişdim ki, eşitmişəm ki, Vasif Məhərrəmli ilə siz sevgili olmuşsunuz. Yox. Qayıtı dedi ki, yox, olmamışıq. Dedi, heç mənə yaxın da gəlməyib. Amma kənardan kənara sevib məni. Hə, düz deyir. Sevmişsiniz? Kənardan kənara xoşum gəlirdi. Hə, elə bir sanki bir sevgi var içimdə. Çox qəşəng xanım. Və niyə almadınız onu o vaxtı? Yox, evli idi mən artıq o. Boşanmışdı deyəsən o vaxtı. Ola bilər, bilmirəm. Və niyə almadınız onu o vaxtı? Nə bilim, heç yaxınlaşmadım. Siz alsaydınız onu, cəmaatın da canı o şeylərindən qutarardı. İndi yazım anında. Heç yaxınlaşmamışam axı mən onu, heç o şey deməmişəm. Bunu sonralar etiraf eləmişəm. Özünə dedim özü bir dəfə. O da çox normal qəbul elədi, qarşıladı. Çox normal bir şeydir. Amma sizə bir söz deyim. Amma qəlbini qırmamışam axı. Ürəyində yəqin onun da var imiş da, nəsə indi. Siz də sarışın oğlan olmuşsunuz, göyçək oğlan, indi yürüyüşü kimi. Özdəki maşallah, əsliniz haralıdır? Qazaxlı. Qazaxlı, nə deyirsən, şairlər diyarı. Şairlər diyarı. Yeyib içənlər diyarı. Ay sağ ol, hə. İndi İzzada baxıb ona, indi ikiniz də əməkdar artist olacaq idi. İndi şurası bir şey deyim. Qazaxlılar sonra məni tənqid eləməsinlər. Bu Qazax Stafa bir rayonda axı. Bəli. Bunu 90-cı ildə bu rayonları Şamaxını da, Samuxum Gəncədən ayırdılar. Mərəzəni Qəbni Qobustan rayonu Şamaxıdan, Aksafanı Qazaxdan və ayrı, yəni belə deyək, İnzibati rayon elədilər.
rayon oldu. İndi iş burasıdır ki, Səməd Vurğun deyir, nə yaxından uzaqdanam mən, şairlər yurdu Qazaxdanam mən. İndi bugün əgər Qazaxdan 100 şair varsa, onun hardasa 80-85-i düşüb Akstafiya. Aksafiya. Ha, doğrudan deyil, sonu birləşdir. Nə bana sən zadə Akstafalı? Deməli, Hüseyin Arif Akstafalı. Bəli, bəli. Nusret Kəsəməlli Akstafalı. İhsan Boğanlı Akstafalı. Nə bilim, yadıma düşdükcə, düşmədikcə. Çoxdur. Cığatel Akstafalı. Cığatel. Bir İsmail Şıxlı düzdür, Şıxlıdanlı Qazaxdandır. Osman Sarvəlli, Səməd Vurğun özü yuxarı Salahlıdandır. Bəli. Yəni bugün saysan, başa yuxarı bir 100 şairi 80-i düşür Akstafa. Hə, ora. İndi şairlər yurdu Akstafadan mən deyəm. Akstafadan, hə də indi elə bir şeydir. Amma biz heç vaxt. Amma bayaqçı zarafat idi, ha. Bilirəm. Yəni zarafat idi, əzlərim bu, təbii ki, zarafat. Bir dənə bir xoşbəxtliyimiz var bizim. O təbii ki, Şamaxı cəmadında da var. Bizim bir xoşbəxtliyimiz var ki, 35 il üstündən keçməyinə baxmayaraq, yenə də orada mən Akstafalıyam, yox sən Qazaxlısan deyə bir şey yoxdur. Yoxdur. Biz hamımız Akstafalı, Qazaxlı bir rayon tanıyırıq, o da Qazaxdır. Bəli. Hamımız Qazaxlıyıq. Bəli, hamımız Qazaxlıyıq. Mən də Qazaxlıyam. Sən də Qazaxlısan. Vasif müəllim, ümumiyyətlə sizin fikrinizcə sevgi nədir? Hər bir tərif verir sevgiyə də. Sevgi ilahinin sənə lütfüdür. İlahinin sənə bəxş elədiyi bir neymətdir. Onu sən 90 il ömür sürüb dadmaya da bilərsən. Ay, sağ ol. Onu sən 20 yaşından dada bilərsən. Onu sən hətta 50 yaşında da dada bilərsən. Bəli. Çünki o dad elə bir şeydir və Allah təala başımıza gətirməsin. Amin. Bunu da arzulayıram. Amin. Çünki o əsl sevgi ki var. İndi Leyli Məcnun falanı mən demirəm. Yəni o dastanlar da onlar. Bəli. Əsərdir, böyük əsərdir, amma yəni rəvayətdir. Yəni rəvayət də dastan olar. bir rəvayətdir. Bəli. Ya olsun Fərhad Şirin falan, Ruslan Lyudmila fərqi yoxdur. Ay Allah, mən deyəcəydim. Yəni çoxdur. Əsli və Kərəm. Əsli və Kərəm və s. və ilaxirə. Amma doğrudan da ki, onu niyə yazıblar? Çünki onlar, məsələn, böyük Füzuli, Şeyx Füzuli başda olmaqla və yaxud da Şeyx Nizami başda olmaqla, bunlar o sevgini görüb, o eşqləri görüb yaşayıb, yazıb yaradıblar da. Bəli. O görməsələr onu, hiss eləmə, dadmasalar və yaxud da dadmasalar belə, qonşuda, qohumda görməsələr onu yaza bilməzlər. Təbii. Allah Taala o bizi ağır sevgilərdən hifz eyləsin. Amin. Bu sən 60-da da tuta bilərsən bunu. Sən Allah. Yoluxa bilərsən, bəli, o bir Allah uzaq. Qulağı da artıq, qulağı da artıq. Allah uzaq. Amma zamanında, vaxtında gənc ikən onu dadmaq, onu Allah Taala sənin əgər içvə salırsa və o çox gözəl bir hissdir. O hisslə sən ömür boyu yaşayırsan. O hisslərdir ki, şairləri şair eləyib. O hisslərdir ki, bəstəkarları bəstəkar eləyib. O hisslərdir ki, böyük xanəndələri, muğam oxuyanları, ifaçıları, yəni ümumiyyətcə də ifaçıları ifaçı eləyib, rəssamları rəssam eləyib. Bəli. Çünki o eşq olmasa, o sevgi bir də var Tanrı sevgisi. Bunlar hamısı bir yerdə vəhdət təşkil eləməsə, sən o tablonu çizə bilməyəcəksən. Mümkün deyil. Mənim üçün sevgi budur. Vasif müəllim, sevgi müxtəlifdir. Məsəl üçün, sevgi var vətənə, aynaya, o ayrı. Mən ilahi sevgidən danışıram. Siz ilahi sevgidən danışırsınız. Yəni o ilahi sevgiyə siz tutulmusunuz? Hayır, mən tutulmamışam. Heç vaxt tutulmamışsınız? Yox. Sən Allah. Vallahi, mən yəni o ilahi sevgi, o yenə də deyirəm Allah başıma. Amma mən bəli, ailəmi sevirəm, evlatlarımı sevirəm, anamı sevirəm, atam Allah rəhmət eləsin, onu sevmişəm. Yəni ətrafımda olan qohum əqrəbamı sevirəm, sevmişəm, sevəcəm də. Yəni şərtlər nə olursa olsun. Və onu mən əyani şəkildə göstərmişəm. Biri var, sevirəm, deyirsən, amma göstərəcəyim bir şey yoxdur. Yəni gərək dilinlə əməlin üstə düşsün. Əgər sən deyirsən ki, qardaşımı sevmişəm, qardaşın vəziyyəti yaxşı deyilsə, imkanları o deyilsə və sənin də imkanın yuxarıdırsa, sən yeyirsən, o baxır. Bu nə sevgi ola bilər? Heç vaxt. Heç vaxt. Mən Allah Taala qoymaz bizi yalan danışmağa. Şahidlərimiz də var, çox şükür olsun Allaha. Mən öz evimizdən, öz ata yurdumdan öncə mən qardaşımın evini
düzəltdirdim, təmir elətdirdim. Allah köməyiniz Mən, olsun. yəni, onlar üçün çalışmışam. Onların hamısının üstündə mənim haqqım var. Təbii ki, haqqın... Əsas odur, əməyinizi itirmirlər ki. İtirən də var, itirməyən də var. Zaman-zaman itirirlər, zaman-zaman başa düşürlər. Yəni, belədir, bilirsiniz necədir? Bu iş belədir də. Əgər sən, necə deyim, əgər sən bugün qohum əqrəbana 100 manat dəyərində, civarında kömək edirsən, sabah da 100 manat civarında kömək edirsən, bir ildən sonra onu 50-yə salırsan və 1-2 ildən sonra da onu 20-yə salırsan, sən söyəcəklər, bir mənalı. Bir mənalı. İndi sən... Bax, görürsünüz, düz danışır da. Bu kişinin oğlu düz danışır da. Yox, mən elə danışıram ki, ekran başında bizi dinlənən hamısı deyir, düz deyirsən. Bəli. Mən bilirəm ki, onlar deyirlər, düz deyirsən. Bəli. Çünki hətta o, yəni maddi imtiyazı olanlar da deyirlər ki, düz deyirsən da, eləmişik də bunu da. Bəli, hamının başına. Hamının başına gəlib. Hamının başına gəlib. Yəni belədir, həyat budur. Amma yaxşısı ilə, pisi ilə, enişi ilə, yoxuşu ilə yenə də bu həyatı sevməlisən. Yenə sən məhkum olduğun bir şeylər var. Sən o dediyim o kurallardan çıxa bilməzsən, sən bu şeylərə məhkumsan. Bəli. Sən anana baxmağa məhkumsan. Mütləq. Sən atana baxmağa məhkumsan. Bax, biz o günləri sənlə mamanın, buradan əllərini öpürəm Hacı xanımın. Çox sağ olun. Mən də sizin ananızın əllərindən öpürəm. 75 illik yubileyində iştirak elədik. Səndən yaxın dostların orada iştirak elədilər. İstər xanəndələr, müğənnilər. Ən ürəyim istədikləri, ən sevdiklərim. Bəli, gerçəkdən elə idi. Yəni, ümumiyyətcə sənin işığına hamı toplaşır. Çünki sən elə bir insansan ki, sən hələ indiyə nə qədər qarışqanın da belə qəlbinə, xətrinə dəyməmsən, onu tapdalamamısan. Ona görə də, bax, dostum, əzizimiz, xalq artisti, bizim dəyərli sənətkarımız Mənsum İbrahimov, Elçin Haşimov, dəyərli sənətkarımız, Elnur Əhmədov, orada Gülüstan xanım oradaydı, Mətənət xanım İskəndərli, orada paylaşıldı da. Könül Kərimova, Könül Kərimova, Gülyaz xanım, Gülyaz xanım, Sevil İskəndərli, Mirələm, ondan sonra Kamilə, bəli, daha kimlər? Könül Xasiyeva, Könül Xasiyeva gəldi. Hamısı. Könül Kərimova gəldi. Babək Niftəliyev. Çox zor deyirlər, hamısı orada. Gerçəkdən, yəni hamısı var olsun. Sevil xanım, mənim sevimli Sevil xanım. Sevil oradaydı İskəndərli. O da sizi çox istəyir, Sevil xanımı da çox istəyirəm. Hamının... Sevil orada dedi ki, mən Vasifi bu mahnını eşitməmişdim, bayaq oxuduğum mahnı, havalanmış bir adam. Ondan bəri deməli o mahnıya qulaq asır. Hər gün də mənə demək olur ki, çəkir atır, paylaşır, istoriyada, WhatsAppda. Sağ olsun, bilsə nəyə görə o eləyir? Başqa müğənni bəlkə də eləməz. Deməli, onun qəlbi ürəyi təmizdir. Sizə bir söz deyim ha, mən açığı deyim, indi 31 ildir mən bu sənətdəyəm. 31 il mən televiziya aparıcı olmuşam. Azərbaycan Dövlət Televiziyasından tutulur. Başlayaraq bilirəm, hamısı yadımda. Hamısı gözümə qalır. Vasifəlim, bax, indi siz danışırsınız da, məsəl üçün, gözəl danışırsınız, danışıq qabiliyyətiniz var. Amma elə müğənnilər gəlir bura, məsəl üçün, deyirəm ki, ay Allah, danışmasın, ancaq oxusun. Oxumağa basıram ki, oxusun, yəni ki... Tamam, Rəda. Qoy bir şey də deyim, ağlıma gəlmişəm. Qurban olum. Amma Sevil gəldi, oturdu, Sevil, sizdən yaxşı olmasın. Sevil elə gözəl, fəlsəfi fikirlər dedi ki... O savadlı qızdır o. İnanın mənə, mən bilmirdim. Sevil'i çox istəyirdim. Amma Sevil'in o danışığından sonra Sevil İskəndərlini mən çox sevdim. Çünki bu adam həm Allaha bağlı insandır, həm namaz qılır, həm də o qədər qəlbi təmiz insandır ki, və gözəl düşüncələri var. Qəlbi təmizdir ki, o çəkir, onu atır, paylaşır. Bir də bu yaxınlarda qarşıma bir TikTokda bir ifa çıxdı. Əzizim, dostum, balaca qardaşım Babək Niftəliyevin ifası. Bu, muğam müsabiqəsində, o space'də gedirdi o vaxtı. Bir Şahnaz oxudu, ondan qabaq bir Şahnaz təsnif oxudu. Mən gecə məcbur onu yıxdım. O oxumaqlar ilahi oxumaqlarıdır. Yəni, o oxumaqlar Xan əmiyə yaxın bir oxumaqlar idi. Mən bunu bütün varlığımla deyirəm. Zəng elədim, gecə saat 2 idi Babəkə. Dedim, Babəki biraz da danladım, açığı. Biraz da danladım, özü bilir nəyə görə. Və gerçəkdən də mən onun bir daha, mən qulaq asmışdım. Amma bir daha təzdən indi üstündən bir 20-25 il keçəndən sonra onları dinləmək, təxminən 20 il keçədir, o 2005-ci, 2004-cü illəri. Və bu insana Allah Taala necə səs verib? Allah verib də. Necə bulaq kimi oxur orada. İlahi,
Bu orada bizim bu musiqiçilər arasında bir söz var. Deyir filan kəs zildə oxuyanda əziyyət çəkir. Məsələn, xanamiyə deyirlər ki, xanamiyə deyirlər, orada yorğan döşək salıb yatır. Dincəlir orada. Adam var bəmdə rahat oxuyur. Adam var zildə dincəlir. Dincəlir orada. Və Babək də bizim o xarakterli səslərdəndir. O rəngli səslərdəndir ki, bax o çox nadir hallarda olan sənətkarlardandır ki, orada gerçəkdən də məcazi mənada desə yorğan döşək salıb yatır. O biri də məsələn Yevlaxlı İdris vardı. Mən tanıyırdım yoxsa yox. İdris əmi vardı Yevlaxdan. O Zilxan İdris deyirlər, Zil İdris deyirlər ona. Deyirdilər yoxsa deyirlər? Yox, rəhmətə getdi. Allah rəhmət eləsin. Rəhmətə gedib. Allah rəhmət eləsin. 80 neçə yaşında rəhmətə getdi. İlham, inandırım səni. Bu adam o zildə necə dayanırdı? Saatlarla necə rahat oxuyurdu. Xanəndələr hamısı ondan çəkinirdilər. Hamısı. Amma o bizim bəzi xanəndələrdən fərqli olaraq, yəni adam var ki, səsini 60-da, 70-də itirir. Zəifləyir daha doğrusu. İstər zamanla. 80 yaşında da bu adam si kökündən Qarabağ şəssəsi oxuyurdu, bir ton zildən. Qarabağ şəssəsinin kökü Liyadır, Mirzə Segah yerindəndir. Amma si kökündən xaric Segah yerindən bu adam Qarabağ şəssəsi oxuyurdu. Adam az qalırdı stolun altına girsin. Belə bir oxuyan idi. Babəki də Allah qorusun. Babəkin o ifasını inşallah paylaşacağım mən. İnşallah. Yəni mən bunu niyə dedim? Mən Sevil İskəndərinin sözündən doğdu. Yəni mən də o insanlardanam ki, başqasının uğuruna sevinirəm. Başqasının ifasını görəndə sevincimdən ürəyim atlanır. Mən onu bilirəm. Allah sizin o gözəl ürəyinizə görə versin. Gəl reklamlara ayrılaq. Reklamlardan sonra əzlərim. Reklamlardan sonra çox möhtəşəm bir sualım olacaq. Hamınız diqqətlə bizi izləyin. İnşallah. Hə, Vasif bənim. Canım ciyərim. Hərdən bu bəzilərinə bir şey deyir ki, mən niyə Vasif bəy deyəndə mən əfəndim deyirəm, ağzım öyrəşib. Yox, düzdür. Nə fərqi var ki, əfəndim türk dilindədir. Elə bizdə də var. Elə bizdə də var. Əfəndim. Çox əfəndi bir adamsın. Bəli. Məsəl üçün, götürürsən əfəndi, o da bir hörmət mənasındadır. Plankət çox əfəndi bir adamdır. Bəli, əfəndi. Gözəl söz. Plankət çox əfəndi. Bir adamdır. Bir adamdır, bəli. Yəni ki, kultur rus dilində deyirəm, yəni mədəniyyətli, ondan sonra öz sözü kübar, intelligent, bunu şey edir. Çox gözəl sözdür. Eşidirəm, əfəndim. Əfəndim. İndi qulaq asın. Vasif mənim, bayaq siz gözəl açıqlama verdiniz. Mən bu sözü sizdən eşitmək istəyirdim. Bir adam, məsəl üçün, hamıya, məsəl üçün, soruşursan ki, bu kimdir, deyir ki, dostumdur, dostumdur, dostumdur. Həqiqi dost neçədən olur? Əsl dost. Deyir, canı yanan ya bir olar, ya iki. Ölənlərin rəhmət. Mahnı da deyir. Əsl dostların sayı təbii ki, yoldaş çoxdur. Arkadaş çoxdur. Elə bir türkçəsində desək, türkçəsində desək. Tanış çoxdur, tanış biliş. Adam adama deyir, hörmətli dostlar, tanışlar, bilişlər. Niyə deyirlər bunu? Çünki hamı dost deyil axı. Dostların sayı azdır, amma yaxşı dostlar da var həyat. Amma elə insanlar o dostların sayı çoxdur. Adam var 5 dostu var, adam var doğrudan da 10-15 dostu var, doğrudan da 50 dostu var. Sadəcə çoxaldıqca bilirsiniz, kəmiyyət olur, keyfiyyət itir. İtir. Kəmiyyət çox ola bilər. İtməlidir. Amma mənim də dostlarım var, yaxşı dostlarım da var, naxələf dostlarım da var. O heç. Yəni, mən bir şuarım da var, bunu da deyim, bunu bitirirəm bu fikrimi. Mən deyirəm, Allah Taala dostu dar gündə sınayar. Mən də Allah Taala'dan bir arzum var. Allah Taala nə bizə dar gün versin, nə biz dostu sınayaq. Amin. Elə bu dünyada şübhəli köçək. Şübhəli köçək. Onsuz da sınasın, İraq sınasın. Bir özün qalacaqsan, bir evin içindəki qalacaq, bir də ki, sənin oradakı o... Anam. Neçə yaşı var? 87 yaşı var. 87, onun əllərindən öpürəm, o gün olsun 100 yaşını qeyd eləyək inşallah. Bir o qalacaq, qardaş, qurban olum sənə. Vəssalam. Bunu mən deyirəm. Yəni, həyat çünki ananın sevgisi təmənnasızdır. Dünyada ana sevgisi qədər əziz heç bir şey ola bilməz.
mən anam üçün çox fəxr edirəm ki, nəsə bir şeylər eləmişəm həyatda. Şükür, şükür. Sən də. Şükür. Sən də. Anan o gün dedi ki, 75 illiyimi istəyirəm keçirdəsən, sən də qeyd elədin. Elədim. Ananın istəyindən elədin. Bəli. Əllərindən öpürəm səni. Özü də öz istədiyi adamları dəvət elədim. Vallahi. Allah, sonra məndən İnci ilə bizi niyə dəvət eləmədin? Valla dedim, yığacam öz istədiyim adamları da. İndi hər dəqiqə mən açığı deyim. Mənim bir 3 ildən sonra oğul qız toyu eləyən vaxtımda. Hər il ad günü olmur axı. Elədik bəsdir, bitdi. Allah, əlbəttə siz orada olacaqsınız da inşallah. Siz doğrudan da gözəl qardaşsınız. Mən sizə bir söz deyim, Vasif müəllim. Ümumiyyətlə, əgər sizə desəydilər, elə Allah sizə uzun ömür versin. Təşəkkür edirəm. İraq-İraqda, yəni bu sadəcə şey. Ən sonuncu Allahdan istəyiniz nə ola bilərdi? Desəydilər ki, Vasif, İraq-İraqa, ölüm mənim olsun, mənim olsun. Hamımız adacıyıq. Yəni desələr, Vasif, ömrün sonudur, bir arzun həyata keçəcək. Yenə deyirəm, Allah Taala hamımıza gecindən eləsin. Yəni onu hamı dadacaq bu həyatda. Mən bir söz dedim, sosial şəbəkələrdə, bütün platformalarda, xüsusən də TikTokda belə bir trendə çevrildi. Və mən bir dəfə efirlərimdə demişdim ki, Allah Taaladan mən ömür yox, möhlət istəyirəm. Mən Allah Taaladan həmişə möhlət istəmişəm ki, mən oğul uşaq sahibi olandan sonra belə düşünmüşəm artıq, düşünməyə başlamışam. Və sən ata olandan sonra bilirsən, atan sənin üçün nələr edib. Sən ana olandan sonra, ümumiyyətlə elə ata da olsan, sən bilirsən, anan, atan sənin üçün nə zülümlər, nə əziyyətlər, nə zillətlər çəkiblər. Mən təbii ki, yenə də deyirəm, Allahıma bağlı birisiyəm. Son arzun? Son arzum mən ancaq cənnətlə müjdələnməyimi arzulayarım. Yəni inanırsan da cənnətin, cəhənnəmin olmağa inanırsan. Əlbəttə ki, mən Allahımdan ancaq cənnətlə müjdələnməyimi arzulayaram. Təmanna eləyərəm. Allah arzuya çatdırsın, amma vaxtında, vədəsində, gecindən, vaxtında. Yenə də deyirəm, Allah möhlət versin sənə də. Hamımıza, balalarımızı yer, bütün valideynlərə. Bugün sən də hələ toy eləməmsən, yerbəyer eləməmsən evlatlarımı. Sənin görəcək günlərin çox qabaqdadır hələ. Eləcə də mənim. Biz o baxımdan, həm də biraz bədbaxt kimi sayılırıq ki, hələ biz bir yerlə gəlib çıxmamışıq. Yəni yeri gəlində bizim taylarımızın bəlkə nəvəsi də var. Var zaten. Var, elədir, tamamilə doğru. Allah bizi də nəvə ilə müjdə. Amma məsələn, mən sinif yoldaşımın qızının toyunu oxumuşam. Ondan qabaq bir qızı 70-lərə nəvəsi var idi. Demək olar ki, aşağı yuxarı... Mənim sinif yoldaşlarımın mənim boyda ərə gedəsi nəvələri var. Vəssalamdır. Valla, Allah bizə də o günlərdən qismət eləsin. Mən yenə də deyirəm, mən həmişə demişəm ki, Allah Taala'dan möhlət istəmişəm ki, mən evlatlarımı bir o xoş gününü görüm, ondan sonra nə istəyirsən? Onda əgər sən cənnətlə cəhənnəmin varlığına inanırsansa, onda deməli alın yazısına da inanırsan. Əlbəttə ki, tamamilə doğrudur. İnanıram, şansa da inanıram, alın yazısına da inanıram. Və Allah da sən ana bətlində olanda belə alnına o Allah Taala'nın sənin həyatını yazmağına da inanıram. Niyə də inanmıyorsan buna? Mən ateist deyirəm ki, mən əlhəmdülillah müsəlmanam. Bilirəm. Niyə bu qabürcə altıda doğulan kişilər ağrı kimi çalışqan olur həmişə? Həmişə qohuma, əqrəbiyə, dosta, tanışa, ancaq buğalar edir. Bir neçə bürcün içində buğalar da var. Amma buğa kişiləri, mən sənə açığı söz deyim. Sən buğalardan çox danışırsan, TikTokda bax, rastıma gəlib. Çünki onlar mənim həyatımda mənə ən dəstək olan, öncədən mənə istəyir maddi, istəyir mənəvi dəstək olan, mənə ən əl uzadıb, o darıqdan çıxardan buğa bürcü altında doğulan kişilərdən görmüşəm. Əsl dostluğu, əsl sədaqəti, əsl mehribançılığı. Onlar öz yaxınlarına da, hamısı da edirlər. İlham, mən o bürçləri tam belə, ya o astronomiyanı o qədər o elmi bilmirəm, ona görə mən, bax, heç vaxt demirəm ki, yox, mən buna inanmıram, bu düzgün deyil. Və yaxud da hər hansı bir idman növünə, məsələn, mən futbolu sevən birisiyim. Böyük tenisi sevirəm, snukeri sevirəm. Yəni, çox idmanları sevirəm. Basketbola da baxıram, voleybola da baxıram. Deyirəm, bütün idman növlərini sevirəm. Amma mən Amerikan futbolunu sevmirəm. İndi o demək deyil ki, mən Amerikan futbolundan nifrət eləməliyəm və deməliyəm ki, Amerikan futboluna baxanların, bunların başı çatmır. Orada nəsə var onlar baxanlar. Vaxtımız az qalıb, suallarımız qalıb. Xəyanətlə üz-üzə gələndə
Vasif Bəhərrəmli necə olub halı? Ən nifrət Gəlmisənmi? Ən nifrət bəli. Bu gün də xəyanəti görürəm mən. Söhbət o, üzr istəyirəm. Estağfurullah. Bəli, xəyanətdən getmir, dostluq xəyanətindən. Biz elə, mən onlardan sual verirəm. Bəli, xəyanət. Babək deyir, xəyanət. Qılıncı çırpırıyor, o xəyanətdən gedir söhbət. Yəni, o xəyanətlə mən bu gün düzləşirəm. Düzləşirsən. Bəli, bu gün düzləşdiyim insanlar var. Və onlara mən artıq nifrət edirəm. Buradan da deyirəm. Vasif, senin qurban. Aycan. Özün gözünə baxırsan o adamın. Görürsən ki, bu adamın gözü sənə yalan deyir. Bəli, çoxdur. Çoxdur mu? Çoxdur. Baxdığın gözlər çoxdur mu? Çoxdur. Çoxdur. Ürəyində nə deyirsən onlara? Qısa. Ürəyimdə deyirəm ki, sən elə bilirsən, mən alladırsan, yox allada bilmirsən. 21-ci əsrdə artıq. Ayşif, bu günləri... Amma doymadıq söhbətə. Yox, doymuruq. Bu günləri sənin ixtiyarın çatır o deməyə. Niyə görə ki, sən akademik təhsil görmüşsən. Akademik ifaçısan. Və bu günləri də yeri gələndə hər yerdə sözünü demiş insansan. Və bu günləri, niyə görə bu günləri ancaq məsəl üçün 3-4 nəfər adam, açığı deyirəm, 3-4 nəfər adam efirləri zəbt edeyim. Hansı ki, nə akademik oxumaqdan, nə o birisilərdən, nə bu birisilərdən başları çıxmır. Sənətlə gəlməyiblər də, yəni açığı. Bildim. Niyə, nədəndir bu? Dediyim kimi, pis mahnı yoxdur, pis ifaçı var, onlar pis ifaçılar. Bayağı mahnı yoxdur, bayağı ifaçı var. Amma bunlar onu zəbt elədilər ona görə ki, düzgün, dürüst, akademik ifaçılar televiziyalardan imtina elədilər, getmədilər. Bir-birini bəslə düşdülər ki, o getmir, mən də getmirəm, mən getmirəm, o da getmir falan filan. Və bu kimi və onlar yağışdan sonra çıxan göbələk kimi bütün efirləri zəbt elədilər və efirləri həm qınayırsan, həm də qınamırsan. Qınayırsan ona görə ki, niyə çıxardırsan? Qınamırsan ona görə ki, bəs kimi çıxardıb, siz də gəlmirsiniz. Ay, sağ ol. Burada bizim də günahımız var. Bəs yaxşı, sizin günahınız var ki, niyə görə? Bu günləri siz sənət adamları yığılıb, bütün bu efirlərdə olan o boşluqları sizlər doldurmalısınız ki, biz aparıcılar da məcbur olub, onları dəvət eləməyək. Mən eləmərəm, mən öz adıma söz verirəm. Mənsum İbrahimov gəlməyəndə, nə bilim, Gülüstan Əliyeva gəlməyəndə, Nəzakət xanım gəlməyəndə, Aygün Bayramova gəlməyəndə, canım Xumar Qədimova gəlməyəndə, Aygün Kazımova, Röya, bunlar gəlməyən, Tünzahilə xanım gəlməyəndə, təbii ki, sən çağırır, gedəcəksən həmin o bayağı ifaçılar var ki, onlar dəvət edir. Çünki sənin efirində kimsə oturmalıdır. Aynen. Çünki sənin efirinin bir konsepti var. Bəli. Bir konsepti var ki, bu konseptdə budur. Etirafda müğənni, sənət adamı oturur burada, etiraf edir və sonra öz performansını göstərir. Bəli. Səsini burada nümayiş elətdirir. Bu eləməlisən bunu. Günah bizdə də var, sizdə də var. Bəli. Ən çox bizdədir. Ən çox sizdədir. Ən çox bizdədir. Çünki niyə görə ki, mən yenə də deyirəm, mən efirim boş da qalmış olsa, mənim arxivim var. Çünki niyə görə ki, mən kalifiyə sənətkarlarla işləmişəm. Yeri gələcək, mən kalifiyə sənətkarlarımızın həmən etirafı təkrarı verəcəm və onlar haqqında gözəl şeylər danışacağım. Mənim qonağım gəlməsə də, mən onu göstərib, valla tamaşaçılar daha da maraqla baxacaq. Bəli, çıxardacam ortalığa. Amma vay olsun o adamların alına ki, qalacaqlar ortalıqda heç nə yoxdur. Yəni, burada söhbət gedir. Yəni, burada televiziyalarında günahı var, ən çox günah bizdədir. Bizim özümüzdədir. Vasif müəllim. Əfəndim. Nankör insanlara fikriniz. Mən bilirəm, nankör insanlara bir söz var, amma hərən öz fikri var da. Mən nankör insana nə deyim? Mən əlimlə çörək yedirtdiyim, mən gecə-gündüz arxasında olduqlarım, əlimlə çörək yedirtdiklərim, bunlar nankör çıxırlarsa, bunların cəzası ancaq Tanrıdandır. Mən kiməm ki? Mən heç kimə qarğış eləyə bilmərəm. Sənin əlindən gələcək bir şey var ki, sən onu Allaha tapşırırsan. Sən Allaha tapşırsan ki, Allah onun cəzasını verəcək. Əgər bəlkə də o düzdür, sən səhvsən. Bəli. Amma ən azından mən bu telefonu alıb sənə vermişəm. Bəli. Və sən o telefonu qədrini bilmirsən, həm sındırırsan, sonra məndən birini də istəyirsən, birini də alıb verirəm, məsələn. Bəli. Bir obrazını danışıram. Bəli. Sonra onu da sındırırsan, üçüncünü almayanda mənə başlayırsan düşman gözündən baxmağa. Bu nankörlük deyilmi? Nankörlük. Elə adi bir şey danışdım ha, belə. Çox belə çayxana söhbəti. Bilirəm. Yəni, qızım sənə deyirəm, gəldim eşit. Yəni, bir şeir var idi, əlimlə bal yedirtdiklərim. Bəli. Yəni, belə bir şey, tam xatırlaya bilmədim, yoxsa deyərdim burada. Bəli. Yəni, nankör insana mən nə deyim buradan?
Nə deyim sənə qurban olum nankor Necə? insanı. Nankor insanın cəzasını ancaq gözə görünməz Allah'ın Yaxşı, Vasif Məhərrəmov heç ürəyində qisas hissi ilə yaşayıbmı? Nə vaxtsa olunmu ki, demirsən ki, mən qisas almaq. Deməli, Biri var, Allaha həvalə eləyəsən, biri də var ki, deyəsən ki, özüm qisasını alacaq. Zaman iblis içivə girəndə, şeytan səni yolundan azdıranda, qisas haqqında düşünürsən. Amma Allaha bağlananda qisası unudursan. Mən də ona görə arzulayıram, hamı Allaha bağlansın. Mən də Allaha bağlamışam. Amma zaman təbii ki, mən də insanam. Mən də Allahın bir quluyam. Zaman Allah məni, olur ki, şeytan məni daha doğrusu yoldan çıxardır. Şeytan qəlbimə girir və mən o qisas hissindən yaşayıram. Amma birdən özümə qayıdıram. Allahım ətəyindən təzdən yapışanda deyirəm, yox. Nə qarğış eləyirəm, nə bir şey eləyirəm. Allah versin cəzasını. Son sualım və vaxtımız bitir. Ümumiyyətlə, Vasif Məhərrəmov. Məhərrəmli. Məhərrəmli. Bu Məhərrəmov hardan gəlib? Dilmə düşürdən başım çıxmır. Həmişə Vasif Məhərrəmov da getmişəm də əvvəllər. Sən ASTV-dən xatırlayırsan. ASTV-də qalmışsan. Mən hələ ASTV-də qalmışam. Mən özüm köhnə patifonam mən. Orada qalmışam. Fərq yoxdur da mənim, bu da mənim. Ümumiyyətlə, yadımdan çıxdı. Gözəl sual verəcəydim ya. Hayf yadımdan çıxdı. Eyb yox. Qocalmışdım. Vasif müəllim, mən sizə öz təşəkkürümü bildirirəm verişimizə gəldiyiniz üçün və bu vaxtı əziyyət çəkdiniz və bizim təklifimizi qəbul elədiniz, gəldiniz. Çox sağ ol, dəyərli qardaşım, əziz qardaşım. Yaxşı ki, siz varsınız, həm sənətkarsınız, həm insan kimi insansınız. Yadıma düşdü sualım, onu deyim qısa, vaxtımız toxudur. Ümumiyyətlə, Vasif Məhərrəmlini düz danışdığına görə sevməyən çoxdur, yoxsa sevən? Düz danışdığına görə. Sevməyən. Çox. Vəssalam, bitti. Bitti sualım. Təşəkkür edirəm. Bu zaten belədir. Var olasın. Bu gün maskalar efirləri alıb abuşuna, sən düz danışdıqca sən düşman kəsirsən hamıya. Və nə yazıq ki, tamaşaçı da sən düz danışanda sən düz qəbul eləmir. Amma buradan yalan danışmalısan ki, o səni sevsin. Düzə yeri yoxdur həmişə. Amma sonradan düzün qədrini bilir, o da gec olur. Vasif müəllim, təşəkkür edirəm verişimizə gəldiyiniz üçün. Minnətdarım, sağ olun. Çox sağ olun, var olasın. Allah sizin o balalarınızın xeyri bəhrin gördürsün sizə. Biz də, onu yaşatsın, sənə də, mənə də. Biz də sizin balalarınızın xeyir işində inşallah əhatənizdə olar. Necə ki, siz bizim xeyrimiz işimizdə, hər işimizin başındasınız bizə, inşallah. Allah sizin o ananıza uzun ömür can sağlığı versin. O ananıza tezliklə sizin balalarınızın nəvələrini də göstərsin. İnşallah, o arzunu istəyirəm. Və Allah sizə uzun ömür can sağlığı versin. Yaxşı ki, sizin kimi gözəl sənətə sahib olan, əxlaqlı və öz dediyi sözün üstündə dayanan, həqiqi dost deyə biləcəyin, İstər mənəvi cəhətdən, istər hər bir cəhətdən insanın yanında olan sizin kimi dəyərli sənətkarlarımız var. Çox sağ olun, minnətdaram sizə. Allah sizə can sağlığı versin. Mən tamaşaçılarımıza deyim ki, tamaşaçılarımız, siz də sağ olun, sağlıqla qalın. Allah qismət edərsə inşallah sabah, axşam görüşümüz olacaq. Amma burada canlı ifa olacaq və qonağım da bilirsiniz kimdir? Malik Həsənov. Çox muğam ifasıdır. Kəlbəzəri balası. Bəli. Burada canlı, tarla, kamanla, sazdan olacaq inşallah. Bir dəfə mən də gələrəm. Siz də gələrsiniz, problem yox. Mən deyinim, sizlərin toyları olur, ona görə qalırıq belə ikiniz girib. İnşallah onu eləyər, Allah qoysa. Əzizlərim, sağ olun, Allaha əmanət olun. Allah sizi qorusun, sabah axşam biz görüşərik.